Orijinal və saxta antifrisin daha öncələrdə mən videosunu çəkib paylaşmışdım. Amma həmişə mənə sual verirlər. Axı saxtakarlar da təkmilləşdirirlər, ayırmaq çətin olur orijinaldan. Biz də demişdik ki, onlar nə qədər təkmilləşdirsələr də biz də fərqləri yenə tapıb sizinlə paylaşacağıq. Bax, bu orijinal antifrisin üzərindəki etiketin salafan qatı qırağına qədərdir. Amma köhnələrdə salafan qat saxtalarda qırağa çıxırdı. İndi saxtanı təkmilləşdiriblər, orijinal kimi. Salafan qat bura qədər olub. Amma yenə də rəng fərqləri var. Fikir verin, bu saxta biraz ölüdür. Amma bunu belənçi ayırmaq biraz çətin olar. Ən rahat bircə dənə sizə fərq göstərəcəm. Arxasında bunun kitabça var. Kitabçanı da mükəmməl düzəldiblər. Yenə də saxtada salafan qat qırağa çıxmayıb, qəşəng düzəldiblər. Amma burada bircə şey var. Kitabçanı açırsınız. Kitabçanı açanda salafana fikir verirsiniz. Bax, səsindən belə bilinir ki, o xonçaların üzərinə salafan çəkilir. Cığcıq salafan deyilir. Bax, onun kimi. Bunu belə dartanda salafanda elastiklik yoxdur. Hətta bayaq müqayisə üçün mən belə yoxlayanda gördüm, bu cırılır. Quru salafandır yəni. Amma orijinalda necədir? Orijinalda salafan elastiklidir. Nə qədər bunu kövbut çəksəz də bu cırılmır. Sadəcə dartılır və qopur. Belə. Özünüzü saxtakarlardan və saxta məhsullardan qoruyun.